28 may metrosu Səməd Vurğun Parkının yanı. Gördüyünüz bu möhtəşəm bir kompleksdə. Niyə möhtəşəm deyirəm? Dəyərli izləyicilər, bir də məhəlləyə baxın. 2,5 hektar ümumi həyəti olan, böyüklər üçün, kiçiklər üçün hər bir şərait qurulmuş bir kompleksdir. Bu binasında, bu blokunda sizə faizsiz kreditlə təqdim olunan bir mənzili göstərəcəm. Dəyərli izləyicilərimiz, faizsiz kredit tək şəxsiyyət vəsiqəsi ilə ödəniş eləyəcəksiniz, mənzili yəni alacaqsınız. Keçək mənzilimizin təqdimatına. Dəyərli izləyicilərimiz, mənzilimizin təqdimatına başladıq. Mənzilin giriş hissəsindən təqdimata başladım, əziz izləyicilərimiz. Bura mənzilimizin giriş hissəsidir. Döşəmə demək ehtiyac yoxdur, qranit istipoldur. Deməli, mənzilin sağ hissəsində boydan boya belə bir pirxoji mebel yığdırılıb. Bu mənzildə bir dənə müsbət cəhət var nədir? Deməli, mənzilin sunmasından 50.000 pulunuz çatmasa, 50-60 min, mənzili faizsiz kreditə salıb ödəyə bilərsiniz. Niyə? Çünki hal-hazırda mənzil faizsiz kreditdədir. Mənzil sahibi demək olar ki, 80% ödəyib, qalan bir 50-60 min qalıb. Yəni, onu sizin adınıza keçirdə bilər, siz ödəyə bilərsiniz. Mənzil harada yerləşir? Dediyim 28 may metrosunun yaxınlığı. 4-5 dəqiqə piyada məsafədədir. Səməd Vurğun Parkının yanına çıxdınız, parkda qəşəng gəzirsiniz, hava alırsınız, şəhərin mərkəzi. Döşəmə bambuk parketli birinci yataq otağını göstərirəm. Otaqlar demək olar ki, eyni ölçüdədir. Bura radno, yəni qanuni proyektdə mətbəx olub. Eyvan hissəsi var. Mənzil sahibi 3+1 delka eləyib. İndi göstərəcəm sizə. Burada mənzilimizin zal hissəsidir. Zalın ön hissəsində də mətbəxidir, amma ara kəsmə var. Studiya mətbəx formasında deyil. Əziz izləyicilərimiz, daxil olaq mətbəx hissəsinə 108 kvadrat metr, 3 otağı düzəlmə, 28 may metrosuna 4-5 dəqiqəlik məsafədə Səməd Vurğun Parkının düz yanında Galaxy Park Rezidens yaşayış kompleksində. Qeyd edim ki, burada patlamayaq 3200 manatdan başlayır. Əziz izləyicilərimiz, konserinə kimi qoyulub. Hal-hazırda mən sizə ən gözəl variantlardan birini göstərim. Niyə? Bu kompleksdə demək olar ki, ən ucuz variant budur. Bura mənzilimizin dəyərli izləyicilər giriş hissəsidir. Giriş hissə təqdim edirəm. Burada mənzilimizin solda sanuzelidir. 2 dənə sanuzeli olub. Divarın digər hissəsi, bir daha qeyd edirəm, çamaşırxana ev sahibi tərəfindən təyin olunub, amma istəyən oranın xəttlər və s. hamısı var. Yəni, sanitar qovşaq edə bilər. Yəni, burada mənzilimizin sanuzelidir. Çox gözəl qranitlər vəsf olunub, həqiqətən. Bütün aksesuarlar da qoyulub. 15-in 8-də 108 kvadrat. 2-dən 3-ə düzəlmə mənzil təqdim elədiyim. Mənzilin qiyməti qeyd olunacaq. Səsli şəkildə, yazılı şəkildə mən qeyd edirəm qiymətləri. Mənzil haqqında ciddi fikri olan şəxslər qeyd olunan 055 372 09 69 nömrəsindən əlaqə saxlaya bilərlər. Əziz izləyicilərimiz, bir daha qeyd edirəm. Mənzilin qiymətindən, yəni mənzil sahibi 50-60 min hələ ödəməyib, faizsiz kreditləri. İstəyən kimin pulu çatmasa, mənzilin 50-60 mini, yəni bu təxmini bir 50-60 mini qalıb. Yəni tək şəxsiyyət vəsiqəsindən, faizsiz kreditlə qalanını ödəyə bilər. Bir daha qeyd edirəm, 28 may metrosuna 4-5 dəqiqəlik məsafədə Səməd Vurğun Parkının yaxınlığında. 2-dən 3-ə düzəlmə 108 kvadrat 15-in 8-də. Mənzil haqqında ciddi fikir olanlar mənimlə əlaqə saxlaya bilərlər. Bizi izlədiyiniz üçün təşəkkür edirəm.